Kapadokya vloguna hoş gəlmisiniz. Artıq biz Nideni bitirdik 2 gündə. Oraları gəzdik. İndi isə Kapadokya'ya gəlmişik. Bugün gün boyu buradadır. Saat indi 11'dir. Yəqin ki bir 5-6'ya qədər buraları gəzəcəyik. Mən də sizə ətraflı göstərməyə çalışacağım. Yavaş-yavaş gedirib buraları gəzək. Burada 1 saat gəzəndən sonra yenidən yolumuz var. Bu hissələrdə belə kafelər var, amma burada vaxtımız azdır deyə buralara baxa bilməyəcək, yox da əyləşə bilməyəcək. Yəqin ki, yemək üçün Kapadokya'da əyləşəcək. Bu hissəsi isə çarşıdır, yəni hədiyyəli şeylərdir. Yəqin ki, biraz hədiyyəli üçün baxarıq. Burada isə hər kəs şəkil çəkdirir. İndi mən də bir nəfər tapsam çəkdirmək istəyirəm. Bizim biraz İsmaildəki Lahıc bölgəsinə oxşuyur. Gəldik əsas mənzərə olan yerə. Şimdi burada bir nəfər tapsam şəkil çəkdirərəm. Tək gəlməyin mənfi cəhətlərindən biri şəkil çəkməyə adam yoxdur. Bir nəfər Türk xanımdan xahiş edim, şəkillərimi çəkdi. Əlbəttə, yaxın dostlarımın çəkdiyi qədər mükəmməl deyil, amma Kapadokya'dan bir anınız olsun deyə çəkdirmək istədim. Amma bəyənmədim. Gördüm, mən çəkən yoxdur. Mən də qoydum telefonumu belə maşınların üstünə. Yavaş-yavaş özüm çəkdim. Bura isə Üçhisar Kalesidir. İndi bilet alıb içəri girəcəyik. İndi gözləyirəm Üçhisar Kalesinə bilet alıb, sonra içərini çəkməyə çalışacağım. Bilmirəm, icazə var yoxsa yox. İndi qalanın içinə girdik. Girişdə bizi belə bir yer qarşılayır. Bir də burada haqqında məlumatlar var. Üçhisar Kalası haqqında məlumatlardır. Bura qoyuram, istəyənlər videonu dayandırıb daha ətraflı oxuya bilərlər. İndi isə qalxaq yuxarı. Bizi buradan belə bir otaq qarşılayır. Otağa gəlib ətraflı baxaq. Bunu mən videoda baxmışdım. Belə yerlər onların soyuducu kimi və yaxud da ki, yeməklərini falan qoymaq üçün istifadə elədikləri yerlərdir. İndi digər yerlərə də baxaq. Burada qədimə əşyaları qoyublar. Daha sonra yuxarı mərtəbə başlayır. Bu arada bileti də aldıq. Biletin qiyməti 100 TL'dir öğrenciler üçün. 200 TL tam biletdir. 320 TL isə turistlər üçündür. Amma bizə 200 TL'yə verdilər. Buradan pilləkənlərindən qalxırıq. Azan oxunur indi. Qalxırıq ən yuxarı. Pilləkənlər qutarmır. Hələ çıxmağa davam edirəm. Gəldim, çatdım. Ən təpə oradır. Bayraq var orada. Buradan isə bütün Nevşehir, yəni Kapadokya görsənir. İstəyirəm indi göstərim sizə. Bütün Kapadokya, Nevşehir ayaqlarınızın altındadır. İndi isə aşağı qaydıram. Çıxmaq həqiqətən də çox çətindir. Nəfəs-nəfəsə qaldım, üstündə su yoxdur deyə. Biraz orada çəkdim, baxdım. Həqiqətən çox qəşəngdir. Yəni bu əziyyətə dəyər. Çünki çıxanda görürsən ki, bütün Nevşehir, yerə baxıram ki, yıxılmayım. Bütün Nevşehir, bütün Kapadokya ayaqlarının altında. Möhtəşəmdir. Əgər kimlər ki Kapadokya'ya gələcəksə mütləq bura çıxsınlar, amma yanlarında su götürsünlər, bizim kimi eləməsinlər. Dediyim kimi biletlərin qiyməti də fikrimcə uyğundur. Zaten Türkçe danışdığınız zaman orada sizə tam bileti elə 200 TL'ye verirlər. Turist olduğu zaman 320 TL olur. Əgər Türkiyədə öğrenciyseniz onda da 100 TL olur. Bu arada düşəndə gördüm, çıxmamışdan əvvəl burada sular satılır. Mən indi çıxdım, aldım. Buradan ala bilərsiniz. Burada belə bir yer var, hədiyyəlik. Gəlib baxa bilərsiniz. Həqiqətən çox qəşəngdir. İndi mağazamda çəkəcəm adını. Üçhisar Kalesindən çıxan kimi dönürsüz. Baxın, bu baba evi. Çox qəşəngdir həqiqətən. Qiymətlər də uyğundur. Biri 25 TL'dir maqnitlərin, 5 dənəsi 100 TL. Bura bizim Lahıca oxşuyur. Lahıc necədir? Tam olaraq, yəni ora bənzətdim, bilmirəm. Bəlkə də Lahıca oxşamır. Baxanda siz də deyə bilərsiniz. İndi isə gəldik görəməyə. Burada 1 saat boş vaxtımız var. Buraları gəzəndən sonra gedəcəyik yemək yeməyə. Bu yerlər Görəmədə yeraltı kaya məkanları
kurtarma kazası alanı olaraq gedirmiş. Yəni deyək ki, diqqətli olmaq lazımmış. Arxeoloji, yəni hələ də buranı araşdırırlar. Arxeoloji qazıntılar gedirmiş burada. Bunların böyük ehtimalla içinə girib baxmaq olmur. Mağaralardır. İndi başqa bir yerlər tapsam göstərməyə çalışacağım. Buludlar çox qəşəngdir. Buralar da gözəl görsənir. Bu hissə çarşı hissəsidir. Bayaq göstərdiyim yerdə nələr satılırsa yenisi satılır. Biraz çox adam var. Burada belə həm minmək üçün, həm də şəkil çəkdirmək üçün dəvələr var. Deməli, burada müzey var. Amma soruşdum, içində 7 dənə kilisə var. Gəlmək istəyənlər olarsa, sadəcə 1 saat dedi gəzmək olar. Bizim də burada sadəcə yarım saatımız qalıb. Mən də girib, yəni axıra qədər gəzə bilməyəcəm deyə girmədim. Türk vətəndaşı deyilsinizsə, biletin qiyməti 880 TL'dir. Düşünürəm ki, əgər yəni 880 TL bileti verəcəksə, o zaman girib tam gəzmək lazımdır. Mən də qaça-qaçda olacağım üçün, çatdıra bilməyəcəyim üçün istəmədim bilet alım. İnşallah gələn dəfə gəldiyim zaman mütləq burada girib baxacağım. Yəni kimlər istəyirsə buradan bilet ala bilər və daxil olub bura 7 kilisə var, müzeylər baxa bilər. İndi isə gəlmişik Abanosa, buranı gəzirik. Birinci yeməyi yedib 1 saat. İndi sizə göstərəcəm. Burada kafelər falan var idi, oranı çəkə bilmədim. Abanos parkı, yəqin ki park olar da bura. Çünki soruşdum, Abanos dedilər. Belə göstərəcəm maraqlı yerlər. Orada bəzi şeylər satırlar. Alıb nələrsə yemək olar. Burada isə körpü var. İndi gedirik körpüyə çıxmağa. Bura Asma körpü adlanır. Deyirlər ki, burayla qarşıya keçirik. Kapadokya'nı axı mən Lahıca oxşadıram. Burada Lahıcadakı olan yer. Burada insanlar Asma körpüdə öz diləklərini qoyurlar və zincir bağlayırlar. İndi gördüm, kaş ki mən də eləyərdim. Xəbərimiz olsa biz də eləyərdik. Çox qəşəng olur. Buranı keçib bitirəndən sonra belə bir yer gəlir. Burada da çoxlu mağazalar var, oturmaq üçün kafelər falan var. Bu hissədə də var. Burada ara məhəllələrdə də, hər yerdə artıq həm kafelər var, həmçinin də nələrsə almaq istəyirlərsə, buradan ala bilir. Burada isə əyləşib həm istirahət eləmək olar, həmçinin də gölü izləmək olar. İndi mən də əyləşəcəm, biraz istirahət edəcəm. Burada belə qəşəng kafe də var. Gələndə məncə burada oturmaq olar. İndi biz yorğunuq və geri qayıdacağıq deyə vaxtımız yoxdur təəssüf ki kafedə oturmağa. Bir vlogun daha sonuna gəldik. Mən Kapadokyanı həqiqətən də çox sevdim. Düzdür, burada o həmişə Pinterestdə gördüyümüz şəkillərdəki kimi şəkillər alındırmaq istirdim. Təəssüf ki, alınmadı. Bunun üçün siz həmişə yaxın rəfiqənizlə, ən yaxın rəfiqənizlə getməlisiniz ki, sizi dayanmadan 1 saat, 2 saat, 3 saat çəksin. Mən də isə orada xahiş elədim, müəllimlərdən xahiş elədim, yoldan keçən insanlardan xahiş elədim. Sağ olsunlar, çəkdilər. Tripodumu götürmüşdüm, video çəkdiyim videolardan şəkillər çıxartmağa çalışdım. Yəni alındı yenə də. Amma o Pinterestdəki yerlərə falan təbii ki, yetmədi. Onları gəzmək üçün səhərdən axşama vaxt lazımdır. Bizdə isə yəni müəyyən bir vaxt limiti var. Yenə də Kapadokyanı gəlib görmüş oldum. Sizə də mümkün qədər göstərməyə çalışdım. Əgər Kapadokyaya gəlsəniz, burada göstərdiyim yerləri də gəzib baxa bilərsiniz və o Pinterestdə gördüyümüz şəkillər ki var, balonlar qalxır, şəkillər falan çəkdirmək olur. Onu soruşdum. Dedilər ki, bunun üçün saat 5, səhər 5-də, 6-da, 7-də gəlmək lazımdır ki, balonlar qalxanda orada şəkillər çəkdirmək olsun. İnşallah qismət olar. Yaxın dostlarımla gəldiyim zaman orada mütləq baş çəkərəm. Onu da ayrıca bir vlog eləyərəm. Ümid edirəm ki, vlogu bəyəndiniz. Əgər bəyəndinizsə kanalıma abunə olmağı, bəyənməyi və rəylərinizi yaza bilərsiniz. Öpürəm çoxlu.